Payız fəsli gələndən Azərbaycanda, xüsusən də Bakıda isti hava şəraiti hökm sürürdü. Dekabr ayında isə daha çox yağıntılı hava müşahidə olunur. Baku Postaz Milli Aza istinadən xəbər verir ki, hazırda çöldə temperatur 12 dərəcədir. Bu həftə havanın yağıntılı olacağı ehtimal edilir. Bəs il sonuna qədər Bakıya qar yağacaq? Akvavaterin məlumatına görə il sonuna qədər Bakıya qar yağmayacaq. Hətta dekabrın 25-dən sonra yağıntı bir müddətlik dayanacaq. Bakıya ilk qarın 2026-cı ilin fevral ayının 15-i, 16-sı, 18-i, 19-u, 20-si və 22-si tarixlərində yağacağı proqnozlaşdırılır.